Turpun nağılı. Biri var idi, biri yox idi. Bir baba var idi. Günlərin bir günü baba öz əkin sahəsinə gəlir və top əkmək qərarına gəlir. Yeri şumlayıb hazırlayır. Baba əlində olan yeganə turp toxumunu yerə əkir və deyir: "Böyü, böyü turpum, şəkər ol, möhkəm ol." Baba turpu əkdikdən sonra onu sulayır və yorğun şəkildə evinə qayıdır. Babanın yorğun şəkildə evinə qayıtmasından bir neçə saat keçir. Babanın əkdiyi turp günlərcə deyil də saatlar içərisində böyüməyə başlayır. Aradan saatların keçməsinə baxmayaraq turp yetişdi və çox böyüdü. Səhərsi gün öz əkin sahəsinə gələn baba çox təəccüb içərisində qalır və turpun çox böyüdüyünü görür. Turpun bir sağına keçir, bir soluna keçir. Sonra baba yetişmiş olan turpu çıxartmaq qərarına gəlir və başlayır turpu dartmağa. Dartdı, ancaq çıxarda bilmədi. Turpu çıxartmağa gücü çatmayan baba başlayır nənəni səsləməyə. "Nənə, ay nənə, gəl turpu çıxaraq, kömək elə." Bu ərəfədə nənə təndirdə çörəyi bişirib qurtarmışdı və babanın ona səsləndiyini eşidən kimi cavab verdi. Ay baba, eşidirəm, gəlirəm. Nənə gəlir babanın yanına və başlayır ona kömək etməyə. Nənə yapışır babadan, baba da turpdan. Dartdılar. Ancaq yenə də çıxarda bilmədilər. Turpu çıxartmağa güclərinin yetmədiyini görən nənə babaya deyir: "Ay kişi, gəl nəvəni də çağıraq. Bu turpu çıxartmağa bizə kömək etsin. Yoxsa bizim gücümüz buna çatmayacaq." Baba da razılıq verir. Nənə başlayır nəvəni köməyə çağırmağa. "Nəvə, ay nəvə, hardasan? Gəl kömək elə bizə." Nəvəsi bir göy kəməndə oturub dincəlirdi. Nənəsinin səsini eşidən kimi özünü tez çatdırır onun köməyinə. Nəvəsi gəlir nənə ilə babanın yanına və başlayır onlara kömək etməyə. Nəvə yapışır nənədən, nənə babadan, baba da turpdan. Dartdılar. Ancaq yenə də çıxarda bilmədilər. Turpun çıxarılması üçün güclərinin yetmədiyini görən nəvə, nənə və babasına deyir: "Nənə, baba, gəlin Alabaşı da çağıraq köməyimizə." Nəvə başlayır Alabaşı köməyə çağırmağa. Alabaş, hardasan? Gəl köməyə." Bu dəmdə Alabaş bir kölgəliyə çəkilib mürgüləyirdi. Sahibinin səsini eşidən kimi özünü yetirir onun köməyinə. Alabaş gəlib yapışır nəvədən, nəvə nənədən, nənə babadan, baba da turpdan. Dartdılar. Yenə də çıxara bilmədilər. Turpun çıxarılmasına güclərinin yetməyəcəyini görən Alabaş başlayır Məstanı köməyə çağırmağa.
Məstan bu dəmdə dincəlməkdə idi. Alabaşın səsini eşidən Məstan cəld özünü yetirir onun köməyinə. Özünü cəld köməyə yetirən Məstan gəlib yapışır Alabaşdan. Alabaş nəvədən, nəvə nənədən, nənə babadan, baba da turpdan. Dartdılar, dartdılar. Ancaq yenə də turpu çıxarda bilmədilər. Turpun çıxarılması üçün güclərinin yetməyəcəyini görən Məstan başlayır sıçanı köməyə çağırmağa. Çəmənliyə təmiz hava almaq üçün çıxan sıçan Məstanın onu köməyə çağırdığını eşidir. Sıçan da özünü tez yetirir Məstanın köməyinə. Köməyə özünü yetirən sıçan gəlib yapışır Məstandan. Məstan Alabaşdan, Alabaş nəvədən, nəvə nənədən, nənə babadan, baba da turpdan. Dartdılar, dartdılar və turpu çıxara bildilər. Turpu çıxartmağa müvəffəq olan baba, nənə, nəvə, Alabaş, Məstan, sıçan çox sevindilər. El gücü, sel gücü, güc birlikdədir. Bununla da nağılımız sona çatdı. Gələn nağılda görüşmək üzrə.